dəyərli alimimiz, dəyərli ilahiyyatçı, hərimizin çox sevdiyimiz ruhani Hacı İmran Xudaverdili bizlə birgədir. Hacı, salamlayırıq sizi. Əleyhissalam. Mən də sizləri, hər birinizi və bütün izləyənləri, tamaşaçılarımızı salamlayıram bu mübarək ayda. Allah hər kəsin ibadətlərini qəbul eləsin inşallah. Hasan Hacı, xoş gəlmişsiniz. İstəyərdik sizin sözlərinizdə daha da proqrama zinət qataq inşallah. Bu günlər ərzində dəyərli izləyicilərimiz maraqlı, belə deyək, bizlərin hər birimizə aktual, maraqlı olan mövzular ətrafında danışırıq. İxlaslı ibadət, ixlaslı oruç tutmaq, ixlaslı əməl etmək. Ümumən, Hacı, istəyərdik ixlas haqqında danışaq. İxlasın əhəmiyyəti nədir bizlər üçün? Bismillahirrahmanirrahim. Əlbəttə, müqəddəs mənəvi bir ay yaşırıq, ilahi bir aydır, ziyafətullahdır və xüsusilə hər zaman ehtiyac duyulan bir məsələdir, ixlas. Məxsus bu ayda daha çox diqqət olunmalı məsələlərdəndir ixlas mövzusu. Əvvəldə deyək ki, Ramazan ayında bu mövzunun aktuallığı o qədər mühümdür ki, bütün əməllərdə zahir bir görünüş var. Namazın görünüşü var, həccin görünüşü var, bütün ibadətlərin görünüşü var. Yeganə orucdur ki, zahir bir görünüşü yoxdur, şəkli yoxdur ibadətin. Yəni, kiməsə sən bildirməsən, o zaman özlüyündə gizli bir əməldir. Heç vaxt bilinməyəcək. Namaz qıldığımı görə bilərlər, həccə getdiyimi görə bilərlər. Amma oruc olduğumu heç kim görmür. Çünki xüsusi bir şəkli yoxdur bu ibadətin. Ona görə də bu ayda o qədər insan müğayət olmalıdır ki, yəni Allah belə bir əməl bizə bəxş edib ki, Ramazan ayında ixlasımızı daha da dərinləşdirək bu əməlin vasitəsilə. Yetər ki, biraz insan öz üzərində çalışsın. Bu ixlas əhəmiyyəti bundan ibarət ki, Həzrət Əmr əleyhissalamdan bir hədis var, bu günlərin şəhidi. Buyurur ixlasın barəsində ki, La yəqbəlullahu Teala əmələn fihi mithqalu zarratan minər-riya. Allah mütəal heç bir əməli qəbul etməz, o əməldə zərrə, misqal orada riya olmuş olsa. Yəni, bir az qatqı qatılmış heç bir əməli Allah mütəal qəbul eləmir. Hətta hədislərimizdə keçir ki, mən ən yaxşı şərikəm. Hansısa bir əməldə məni kimləsə şərik eləsəz, mən bütün öz payımı o şərikimə hədiyyə edirəm, heç nə qəbul eləmirəm. Yetər ki, tam xalis Allah özü üçün olmuş bir əməl olsun. İxlasın əhəmiyyəti barəsində Həzrət Əmr əleyhissalamdan da hədis buyurur, ixlas dinin ən yekun mərtəbəsidir. Yəni, dində insan istəsə ki, bir irəliləyiş mərtəbələri var. Deyir, ixlas ən sonudur, ən yekunudur. Yəni, insanın kamillik zirvəsində ən yekun çata biləcəyi bir pillədir, o da ixlasdır. Ondan o izə dair məsələ bitir. Yəni, o qədər mühümmidir ixlas məsələsi. Başqa bir hədisdə Həzrət buyurur, əməli xalisləşdirmək əməlin özündən çətindir. Və yaxud başqa bir hədisdə buyurur ki, ibadətin ölçüsü və meyarı ixlasdır. Yəni, insan əgər istəyirsə bilə ki, onun bu əməlinin dəyəri nə qədərdir? O zaman baxmalıdır nə qədər ixlaslıdır bu məsələdə. Alimlərdən biri öz həyatında danışır, deyir, mən neçə dəfə həcc ziyarətində olmuşdum. Bu ildə Allah mənə nəsib edib həcc ziyarətinə gedəcəyəm. Çox götür-qoy elədim ki, bu əməlimi daha keyfiyyətli yerinə yetirim. Bəlkə ömrümün sonuncu həccidir. Niyyət elədim İmam Zaman ağanın adından. Əlbəttə, bu çox tövsiyə olunub böyüklər tərəfindən ki, yaxşı əməllərinizi çalışın, məsumların birinə hədiyyə eləyin. Deyir, mən niyyət elədim İmam Zaman ağanın niyyətindən mən bu həccimi ziyarət edəcəm və çalışdım ki, kamil şəkildə bunu yerinə yetirim. Gəldim, bütün qohumlarla halallaşdım, kimlə bir haqqı var etsə boynumda, getdim, haqqını ödədim. Çalışdığım qədər maksimum bütün məsələləri yerinə yetirdim. Gəldim elə ki, təyyarənin pilləkənlarını qalxırdım. Orada özümə dedim ki, dur. Bir ixlaslı təftiş elə. Gör, nə qədər ixlaslısan. Deyir, orada özümə sual verdim ki, burada həccə gedirsən, ucqar bir məmləkətdə, balaca bir kənddə, heç bir din mübəlliği yoxdur. Orada 5-6 az yaşlı uşaq var ki, onlara Allah dinini öyrətmək lazımdır, Qur'anı öyrətmək lazımdır. Hansına gedərsən? Baxdım, gördüm, ürəyim həccə getmək istəyir. Orada bildim ki, ixlasım kamil deyil.
Çünki həccin özündə bir təntənə var, bir əzəmət var, bir səfər var, səyahət var. Amma orada gedəcəyim iş çox gizli bir iş idi. Baxdım, ürəyim bu iz istəyir. Bildim ki, ixlaslıdır mənim bu ziyarətim. Ona görə insan daim bizlərə deyiblər ki, öz ixlasını təftiş eləməlidir. Həzrət Əli əleyhissalamdan da hədis buyurur ki, niyyət pisləşdikdə, ixlas azaldıqda insanın ömrünün və əməllərinin bərəkəti aradan gedər. Ola bilər zahirdə çoxlu əməl eləyər, amma bərəkəti olmaz. Heç bir bərəkəti olmur. Və hamımız da bunu həyatımızda görmüşük və alimlərin həyatını oxuyarkən biz görmüşük ki, bəzi insanlar baxırsan, ömürləri nə qədər bərəkətlidir. Bu insanın yazdığı kitabları cəm eləyəsən, bu insanın həyatı ilə uzlaşmır. Yəni saat etibarı ilə, zaman etibarı ilə uyğun gəlmir. Amma ixlasları olduğuna görə Allah o qədər bərəkət verib onların həyatına və günümüzdə də tanıdığımız insanlar var bu cür. Baxırsan ki, necə çatdıra bilir bunları. Ömrü bərəkətlidir. Niyə? Çünki ixlası var. Həzrət Əmr əleyhissalam vurur ki, ixlas aradan gedəndə Allah ömrünüzün və əməlinizin bərəkətini aradan aparacaq. Tarixdə bir hadisəni danışıblar. Bir məmləkətdə bir abid var idi. Günlərin bir günündə eşitdi ki, öz məmləkətində insanlar cahilliyindən bir ağacı pirə çeviriblər. Gediblər ora bir şeylər bağlayırlar, niyyət eləyirlər, arzu tuturlar. Və bunu da xüsusi qeyd eləyək də, bizim əqidəmiz bu cür xurafatların əleyhinədir. Bəzi hallarda bu cür məsələləri elə bizim əqidənin adına bağlamağa çalışırlar ki, bizdə bu cür şirk filan, bəli, bizdə ziyarət çox mühüm bir məsələdir. Lakin bu cür xurafi məsələlərə bizim əqidəmiz heç vaxt yol vermir. Ki, hər hansı bir ağaca gedib nəsə bağlamaq, oradan bir dilə istəmək, bunlar əlbəttə cahillikdən irəli gələn məsələlərdir. Bu şəxs narahat oldu ki, məmləkətində, öz kəndində belə bir şey var. Səhər-səhər durdu, niyyət elədi, baltanı götürdü ki, mən gedib o ağacı kəsəcəyəm ki, insanlar bu cür şirkə aludə olmasınlar. Evdən çıxanda iblis bir insan simasında gəldi, durdu bunun qabağında. Dedi ki, mən səndən xahiş edirəm o ağacı kəsmə. Dedi, yox, mən o ağacı mütləq kəsməliyəm. Dedi, mən sənə bunun əvəzində böyük bir məbləğ pul təklif edirəm. Bu pulu al məndən, amma o ağaca dəymə. Dedi, yox, olmaz, razılaşmadı. Bu iblis həmən o abidlə əlbeyx oldular. Abid iblisə güc gəldi, bunu yıxdı yerə ki, artıq altındadır, başında kəsmək imkanı var. Dedi, mən səni öldürmürəm, bu səfərliyi buraxıram, amma bir də mənim yolumun ağzına çıxma. İblis aşağıdan dedi ki, abid, mənim sənə bir gözəl təklifim var. Sən o ağacı kəssən, nə qazanacaqsan? Gəl, mən sənə 2000 dinar hər ay pul verim. 1000 dinarın öz aylığın xərclərinə xərclə, 1000 dinarın da ehtiyaclı müsəlmanların problemlərini həll elə. Bu bir mənfəətdir. Amma o ağac orada qalsa nə olacaq, kəssən nə olacaq? Abid bir anlıq düşündü, fikirləşdi ki, doğrudan da ağla batan bir məsələdir, fikrindən yayındı. Qayıtdı, gəldi evinə. 1-2 ay iblis buna o pulun göndərdi. 1-2 aydan sonra pulu kəsdi. Pulu kəsdi, narahat oldu Abid. Pul ki gəlmir. Bu səfər götürdü baltanı, dedi, yox, gedib kəsəcəm, bu sözünə əməl eləmədi, pul da gəlmir. Evdən çıxanda iblis yenə həmin simada kəsdi bunun qabağını. Dedi, qoymaram. Dedi, yox, sən sözvə əməl eləmədin, mən gedib kəsəcəyəm. Bunlar mübahisə zəminində yenə də tutaşdılar. Bu səfər iblis yıxdı Abid. Abid çox təəccüb elədi. Dedi, axı mən keçən mərhələdə səni çox rahatlıqla yıxmışdım, amma bu dəfə sənə gücüm çatmadı. Dedi, çünki keçən səfər Allah üçün yola çıxmışdın. Onda Allah sənə güc vermişdi. Bu səfər nəfsin üçün yola çıxmışsan. Sən bu səfər pul üçün yola çıxmışsan. Pulun kəsilib çıxmışsan yola. Ona görə də sənin heç vaxt mənə gücün çatmayacaq. Bunlar biz üçün bir ibrətdir ki, əgər Allah üçün atılsa addım, bəli, insan müvəffəq olacaq. Allah üçün atılmayanda Həzrət Əmr əleyhissalamın təbirindən desək, o zaman Allah bərəkətini ömrümüzün aradan aparır, əməllərimizin heç bir keyfiyyəti qalmır və nəticə etibarı ilə də insan bir ömür yaşayır və bəzən də şeytanın hilələrindəndir ki, bizi elə alladır ki, biz elə bilirik, elə ibadətdəyik, itaətdəyik, Allahın sevimli bəndələrindənik, ziyarətə də gedirik, sair məsələlər də görürük. Amma onların içində bir
riya varsa, qatqı varsa, onların qiyamətin günündə Allah o gündən saxlasın. İnsan gedər görər əli boşdur. Əməllərinə bir şey verilməyib və bərəkətsiz bir ömür yaşayar. Hamımızın o məşhur hadisədə də eşitmişsiniz. Həzrət İsa ələ nəbiyyina və aleyh və aleyhissalam bir gün bir abidlə bir yerə getməli oldular. Yol bir çayın üzərindən keçirdi. Həzrət İsa aleyhissalam dedi ki, narahat olma. Mən bismillah deyib qədəm qoyaram. Sən də bismillah de qədəm qoy. Deyir, elə Həzrət İsa aleyhissalam qədəmin qoyur suyun üzü ilə gedir. Abid də bunun dalıyca gəlir. Biraz getmişlər, birdən abid qərq oldu. Həzrət İsa aleyhissalam söndü əlindən tutub qaldırdı onu. Dedi, nə səbəb oldu? Axı, bayaqdan gəlirdin. Dedi, ya isə gedə-gedə içimdən bir his gəldi. Düşündüm ki, Həzrət İsa'dan fərqim nədir? O da suyun üzü ilə gedir, mən də. Bir an qəflət insanın həlakətidir. İstər əməlində olsun, istər yaşayışında olsun, istər ibadətində olsun, qəflət çox ağırdır. Niyə bizə deyiblər ki, bütün namazı insan Allah üçün qılar, bir dənə qunutunu, ki, müstəhəbbidir. Heç vacib məsələ deyil ki, qunut. Lakin müstəhəbbatında belə, bütün alimlərimiz yazırlar öz risalələrində, müstəhəbb hissəsində əgər Allahdan qeyrisi üçün o qunutu tutsa insan, əməl batildir. Allah o əməli qəbul etmir. Ona görə bizə deyir ki, yalnız və yalnız İyyəkə nə'budu və İyyəkə nəstəin. Yalnız ibadət mən üçün olmalıdır. Məndən qeyrisi üçün olmaz. Hətta hədislərdə var Həzrət İmam Sadiq əleyhissalam. Deyirlər, gəlirdi İyyəkə nə'buduya çatırdı, 100 dəfəyə qədər təkrar edirdi, rəngi ağarırdı. Əlləri əsirdi. Namazdan sonra soruşurdular ki, ağa, niyə bu halətləri sən keçirdirsən? Deyirdi, çox qorxuram. Mən deyim, İyyəkə nə'budu. Allah tək, yalnız sənə ibadət edirəm. Birdən əməlimin içində bir qatqı olmuş olar. Allah mənə nə deyər? İndi təbii ki, məsumların ibadətində bu hal yoxdur ya. Amma həmişə müğayət olublar. Yəni, ixlas elə bir məsələdir ki, həm müğayət olublar, həm də yarışıblar. Həzrət Əli əleyhissalamdan bir hədis var. Həzrət buyurur ki, ağıllı insanların yarışı ixlas üzərində yarışdır. Yəni, düşünməyək ki, məsələn, mən əməllərimi ixlaslaşdırmışamsa bu kifayətdir. Deyir, yox, ixlasın özündə də mərtəbələr var. Daha çox ucala bilərsiniz, daha ali məqamlara yetişə bilərsiniz. Ona görə də ixlas, bəli, həyatımızda çox mühüm bir məsələdir və xüsusilə bu ayda çox çalışmalıyıq ki, ibadətimizdə, əməllərimizdə görərsən kimlərəsə deməklə heyf olar da əməllərimiz. İnsan zəhmət çəkir. 12 saat, 14 saat, 16 saat bəzi hallarda oruç tutur. Birdən bir qatqısı olsa o oruc aradan gedər. Birdən namazında bir qatqı olsa aradan gedər. Birdən bir həccində qatqı olsa, birdən bir zəkatında, xumsunda, hər hansı bir əməlində bir qatqı olsa aradan gedər ki, ona görə dua edək ki, Allah bizi ixlaslı yaşamaqda müvəffəq eləsin inşallah. Allah razı olsun, var olasın inşallah. Hacıcan, bir gözəl hədis ətrafında istəyərdim danışaq. Hədisdə buyurulur ki, niyyəti ixlas etmək, əməli ixlas etməkdən daha çətindir. Hədis bizə nə demək istəyir? Əziz Peyğəmbərimizdən də bu hədis. Həzrət Peyğəmbər Əkrəm bir gün səhabələrlə oturmuşdular. Bu hədisi dedi, bu sözü dedi. Niyyəti ixlaslaşdırmaq, əməli xalisləşdirməkdən daha çətindir. Çünki hədislərimiz var da, bizim əməllərimiz ixlasımızdan asılıdır. Mühüm olan başqa bir hədisində Həzrət Peyğəmbər Əkrəm buyurur ki, Allah üçün əziz olan sizin niyyətlərinizdir. Allah yanında sizin niyyətləriniz əməllərinizdən daha dəyərlidir. Çünki əməlin özün biz riya üçün eləyə bilərik. Çünki əməlin görkənən tərəfi var. Lakin niyyəti qatqısı olmur. Niyyət sənlə Allahın arasındadır. Bu elə bir məsələdir ki, burada xalis olmaq şansımız daha çoxdur. Amma müğayət olmalıyıq ki, burada şeytan vəsvəsə eləməsin. Niyyətimizi xarab eləsə, o zaman bizim əməllərimiz də xarab olacaq. Çünki əməllərimiz bizim niyyətimizə bağlıdır. Niyyətimiz düz olandan sonra əməllərimiz də düz olur. Ona görə də bu çox diqqət tələb edən bir məsələdir ki, niyyətlərimizi əsas müğayət olaq. Böyük alimlərdən biri var da, Molla Abdullah Şuştəri. Bir gün bu getmişdi Şeyx Bəhaninin ziyarətinə. Ki, dövrünün dahi çox əzəmətli alimidir.
evində qonaq oldu. Biraz həm söhbət olandan sonra Abdullah Şüştəri icazə istədi getmək üçün. Şeyx Bəha dedi ki, xeyr, namaza az qalır. Qal, sən piş namazı olacaqsan, biz səninlə birlikdə cəmaat namazı qılacağıq. Biz də səni iqtida eləyəcəyik namazında. Bir anlıq düşündü Abdullah Şüştəri. Ondan sonra dedi ki, yox, məni üzürlü biləsiniz, mən çox vacib işim var, getməliyəm. Sağollaşdı, oradan çıxdı. Namaza da çox az bir vaxt qalırdı. Ondan gələn o yoldaş təəccüb elədi. Dedi ki, bizim ki, çox da vacib bir məsələmiz yox idi. Niyə qalmadı on, namazı orada qılaq, ondan sonra çıxaq? Dedi, yox, bir an düşündüm. İnsan özünü yaxşı tanıyır. İnsan öz düşüncəsinə, öz niyyətinə hamıdan yaxşı bələddir. Dedi, bir an düşündüm, hiss elədim içimdə bir şey var ki, mən burada namazı qılsam, mən piş namaz, imam duram. Şeyx Bəhai mənə iqtida eləsə, düşündüm ki, bu məndə bir ücb yaradar. İstər-istəməz mən çıxandan sonra qürrələnərəm ki, gör mən hansı məqama gəlib çatmışam ki, Şeyx Bəhai mənə iqtida eləyir. Ona görə də tez vaz keçdim bu məsələdən. Baxın, insan niyyəti ilə bu cür məşğul olmalıdır. Peyğəmbərimizin hədisi bunun barəsindədir ki, insan öz niyyətini tez-tez təftiş etməlidir. Öz niyyətindən müğayət olmalıdır və xüsusilə Ramazan ayındakı aləmlər ona fəda olsun, xanım Zəhra salamullah əleyha bir hədisi var. O hədisdə bütün əməllərin səbəblərini izah edir. Oruc barəsində Həzrət xanım Zəhra salamullah əleyha buyurur, Əs-siyam təthbitən li-ixlas. Oruc sizin ixlaslarınızı xalisləşdirmək üçün yaradılmış bir əməldir. Yəni, Allah namazı müəyyən bir səbəbə yaradıb, sair əməlləri, hərənin öz vəzifəsi var əməllərin, bizim həyatımızda dəyişiklik etməklərindən ötürü. Orucun da funksiyası bundan ibarətdir ki, bizim ixlasımızı xalisləşdirsin. Ona görə çox çalışmalıdır insan və baxın, ilahi bir sünnə var. Bütün bəşər ilahi sünnə üzərində, Allahın qanunları üzərində, nizami intizamı üzərində bərqərar olub. Heç bir şey səbəbsiz deyil. Səbəb nəticə qanunları üzərində biz yaşayırıq. Allah bəzi şeylərə elə nizam qoyub ki, biz istəsək və istəməsək bu nizamdan kənar çıxmaq mümkün deyil. Baxın, insan niyə təkəbbürlülük eləyir? Təkəbbürlü insan istəyir ki, cəmiyyətdə hörmətli olsun. Xüsusi çəkiyə malik olmasında, məsələn, təkəbbür görürsən ki, qürurlu gəzir. İnsanlara biraz çəp baxır. Niyə? İstəyir ki, cəmaat buna hörmət eləsin. İlahi bir sünnə var. Deyir, hər kim təkəbbürlü olsa, biz ona zəlil eləyəcəyik. Hər kim təvazükar olsa, biz onu ucaldacağıq. Allah sünnəsi bunun tam əksinədir. İxlas məsələsi də Allah deyir ki, siz mənsun bu işləri görün. Mən sizi ucaldaram. Və tarix boyu da bunu göstəriblər ki, o insanlar ki, gizdində bu işləri görüblər, Allah dolayısıyla o gizli əməlləri açıb aşkara çıxardı. İnsan istəməyib, ha. Bir adam da həmişə gecə namazı qılandı və həmişə bunu gizlədir. Allah bir yolla açır onu. İnsanlara sevdirir. Və bizim hamımızın fitrətində, xəmrimizdə Allah bir şey qoyub ki, biz özümüz yaxşı adam da olsaq, pis adam da olsaq, fərqi yoxdur. Biz ixlasdır. İxlas yəni səmimi adam. Səmimi adamları sevirik. Amma kimdə ki görürük ki, səmimiyyət yoxdur, hətta bizə yaxşılıq eləsə belə o adamı sevmirik. İkrah hissi oyanır da içimizdə. Allah bunu bir özü sünnə qoyub ki, əgər istəyirsiniz insanlar, biz ixlasdan kənar niyə çıxırıq? Yəni, ixlasın müqabilində duran riyadır da, yəni Allahdan qeyrisizin iş görürük. Niyə? İnsanlar bizi sevsin deyənə, desinlər, nə yaxşı namaz qılandır, nə yaxşı zikr əhlidir, nə yaxşı təqvalı adamdır. Bunu insanlara mən göstərmək istəyəndə, insanlarda mənə qarşı ikrah yaranır. İnsanlar bu məsələdə çox həssaslara, duyuq düşürlər tez. Ki, bu adam bunu Allah üçün görür, yoxsa göstərir xatirinə və heç kimin bundan xoşu gəlmir. Allah deyir ki, istəmirsən ki, elə insanların hörmətini qazanasan, insanları sevdirmək üçün bu əməlləri açıb danışmırsan, deyirsən, gizlət, mən sevdirəcəm. Bu ilahi sünnədir. Və pis insanlar özləri belə həmin adamları sevirlər. Bir insan bizə çox yaxşılıq eləyib, amma görürsən ki, biraz göstəri üçün eləyir də bunu. Bizə yaxşılıq eləyir, orada-burada da danışır. Biz adamı sevmirik. Hətta peşman oluruq biz üçün gördüyü işə görə. Ki, kəş mənə yaxşılıq eləməsəydi.
Amma bir insan çox kiçik bir iş görür. Amma hiss edirsən ki, çox səmimi görür. Biz o insanı sevirik. Bu ilahi bir sünnədir. Və ona görə bizə deyiblər ki, əməllərin böyüklüyünə, kiçikliyinə baxmayın. Baxın, onların ixlaslı olmağına. Bir şəxs var idi. Deyirlər çox pis adam idi. Bütün günahları eləyərdi. Bizim dinlərçi mərdimazar idi. Heç kimə də yaxşılığı dəymirdi. Deyir, bu insan dünyasını dəyişib aparıblar, hesab kitabdır. Hesab kitabda bundan soruşurlar ki, nə yaxşı əməlin var? Xalis, Allah üçün nəyi təqdim edə bilərsən? Adam nə qədər düşündü, bir şey yadına düşmür. Olmayıb həyatında. Dedilər ki, atın bunu cəhənnəmə. Elə ki, bunu atıblar cəhənnəmə. İndi o ki, düşür artıq cəhənnəmə, birdən yadına düşdü. Dedi, dayanın. Bir məsələ yadıma düşdü. Bir gün meşədə gedirdim. Keçəndə oradan gördüm ki, hörümçək bir tor qurub. Əslində adətim buydu, vurub dağıdıb keçməliydim. Düşündüm ki, hörümçəkdir, zəhmət çəkib bunu qurub, balaları da var. Meşədə heç kim məni görmürdü ki, dedim Allah üçün dəyməyim bunun yuvasını dağıtmayım. Əyildim, keçdim. Bir dənə əməlim var. Deyir, həmin vaxt gördüm bir kəndir sallandı o cəhənnəmin quyusuna. Mənə əmr olundu ki, tut o kəndirdən. Bu həmin o hörümçəyin torudur. Səni xilas edəcək. Deyir, mən möhkəm yapışdım, yavaş-yavaş o tor məni çəkir. Cəhənnəmdən deyir, bir neçə nəfər insan yapışdı mənim ayaqlarımdan. Çünki mən ki, xilas oluram. Onlar da bu ümidlə məndən tutundular ki, mənlə bir yerdə çıxsınlar bu cəhənnəmin quyusundan. Başladım ayağımla onları vurmağa. Vurdum, onları saldım. Mən ki, onları vurub salırdım, özümdə tərpənirdim. O ip qırıldı, o hörümçəyin o toru qırıldı. Mən də onlarla bir yerdə düşdüm cəhənnəmə. Deyir, nida gəldi. Dedilər, bir dəfə sənə şans verilmişdi ki, kimlərinsə əlindən tutasan. Demək ki, sən bu qabiliyyətə malik insan deyilsən. Sənin daxilin bu deyil. İxlasın üzərində insan çox işləməlidir də. Ki, bizim kiçik də olsa, bir hörümçək yuvasını dağıtmamaq qədər əməl olsa, mümkündür, ixlaslı olsa Allah ona görə bizi bağışlasın. Amma mümkündür, dağlar boyda bizim sədəqələrimiz olsun, yaxşı əməllərimiz olsun, amma içində Allah olmasın. Amma çox böyük əməllərimiz insanlar üçün göstəri xatirinə olsa, o zaman o əməllərin Allah dərgahında heç bir qiyməti olmaz və qiyamətdə də bizləri əl boş qoyar. Çox sağ olun, Allah razı olsun. Çox ətraflı, hədisə fikir bildirdiniz və lakonik elədiniz. Allah sizi var eləsin. Hazır digər bir suala keçmək istəyərdim. Çox maraqlı hədislərdən birində də var ki, ixlas Allah sirridir deyir. Hədis bu sözlə bizə nə demək istəyir? İxlas Allah sirridir. Əgər hədis bizə deyirsə ki, ixlas Allahın sirlərindəndir, o zaman biz bunu bilsək, Allah sirlərindən olmadı ki, sir olmaqdan çıxar bu. Biz bunun həqiqi mənasını başa düşə bilsək, o zaman bu sirr olmaz. Bu sirlikdən çıxar. İlahi sir o məsələlərin barəsində deyil ki, insanlar onu dərk eləməkdə acizdirlər. Yəni, məsələn, Ramazan ayında olan bir gecənin barəsində ki, Allah deyir, Qədr gecəsinin barəsində və ma ədrakə ma leylətül qədr. Peyğəmbər, nə biləsən ki, bu Qədr gecəsinin mahiyyəti, çəkisi nədən ibarətdir? Yəni, Allah burada istəyir insanlara başa salsın ki, bu yalnız və yalnız mənim yanımda olan, dəyəri də, qiyməti də mənim yanımda olan məsələdir. İnsanlar bunu bilə bilməz. Eyni zamanda da ixlas o məsələlərdəndir ki, bu Allahın yanında elə sirridir. Hədisdən adından keçdiyi kimi. Yəni, biz bunun həqiqətinə vara bilmərik, həqiqətini düşünə bilmərik. Sadəcə insan düşündükdə bunun barəsində bu çıxarışlar eləyə bilir, bu qənaətə gələ bilir ki, İxlas qazanılası bir şey deyil, veriləsi bir şeydir. Elm deyil ki, gedib oxuyasan, öyrənəsən. İxlas belə bir şeydir ki, onu verirlər, sən qazanmırsan. Hətta elmin barəsində belə desək, hədis var Həzrət Əmir əleyhissalamdan buyurur ki, əl-elm nurun yaqzifuhullah mən yaşa. Elm özü bir nurdur, ilahi bir nurdur. Allah onu istədiyi qəlblərdə qoyur. Hamımız şahid oluruq. İnsanlar var, çox oxuyublar, mütaliələri çox olub. Amma elm sahibi olmayıblar. Elm üçün gərək qəlbi paçlaşdırasan ki, Allah onu ora qoysun. İnsanlar var ki, görürsən, tədris müddəti az olub, amma fayda
o iş əmsalı faydalılıq, iş əmsalı onun çox-çox böyükdür. Demək ki, xalisləşib Allah ona o elm əta edib. İxlas da bu cür bir məsələdir. Yəni, mən çalışım, ixlaslı olum, mən istəyirəm ki, mən ixlaslı olum. Burasına diqqət edək. Mən istəyirəm ki, mən ixlaslı olum. Bunun özünün içində belə mən var. Mən ixlaslı olmaq istəyirəm. Artıq bu ixlasdan çıxdı. Nə qədər mən oldu məsələnin içində ixlas olmayacaq. Mən daxil olan məsələlərdə hamısında ixlas qaçır. Ona görə də insan özün o qədər paklaşdırmalıdır ki, o qədər haramlardan çəkinməlidir ki, o qədər halallara diqqətli olmalıdır ki, o qədər vaciblərdə müğayət olmalıdır ki, Allah görsün ki, bunun tutumu böyüyüb, qəlbi təmizlənib, Allah desin ki, buna ixlas vermək olar. Hacı Özür istəyirəm, sanki Ramazan ayı bir fürsətdir bunun üçün. Bəli, bəli. Ramazan ayı xüsusi fürsətdir ki, xanım Zəhra salamullahi aleyhadan da o hədisi dedik ki, oruc sırf insanların, bəndələrin xalisləşdirilməsi üçün bir məsələdir, bir meyardır ki, orucda Ramazan ayında, xüsusilə Qədir gecələrində bu məsələdə çox çalışaq. Və o Qədir gecələrində bizə deyiblər, Qədir gecəsi gedəndə Allahın qapısına, deyim ki, Allah, əl-boş gəlmişəm, əməlim yoxdur. Bu cür təqdimatla biz o ixlas Allahdan ala bilərik. Həzrəti Əli əleyhissalam Həzrət Səlman dünyasını dəyişəndə uzaq bir məkandan sürətlə gəldi. Səlmanın dəfninə çatdı Həzrət. Deyirlər, Səlmanın kəfəninin üzərində bir söz yazdı. İnsan eləyə bilə bir cür yaşaya. İnsan dünyasında yaşayanda Ağa İmam Zaman gəl onun kəfəninin üstünə bir imza atdı. Deməyək ki, böyük iddiadır ya. Bu işlərə bizim həyatımızda imkan şəraitləri yaradıblar. Biz dəyərləndirsək, bunlar hamısı mümkündür. Allah o çıxarları bizdə qoyub. Zaten bizi bunun üçün yaradıb. Biz bir cür yaşayaq ki, İmam Zaman diqqətini çəkək. Necə Səlmanlar, Miqdadlar, Əbazərlər o diqqətini öz zamanı imamından çəkməyi bacarmışlar. Onlar da sıradan insanlar idi. Heç bir şeylə fərqlənmirik. Həzrət Əmr əleyhissalam gəldi, Səlmanın kəfəninin üstünə bir cümlə yazdı. Dedi ki, Səlman, qəbirdə səndən soruşsalar nə gətirmişəm? Dinən Kərəm qapısına gəlmişəm, əllərim boşdur. Bu təqdimatı eləyərsən orada. Məsumlar bizə bunu öyrədirlər. İxlaslı olmaq üçün bu gecələrdə təqdimatımız Allaha bu olmalıdır. Qədir gecələri nədir? Bizim Allaha öz təqdimatımız, Qədir gecələrində bizə deyiblər ki, bizim qədərimiz təyin olunur, bir illik. Qədərimiz nəyə görə təyin olunur? Allah bu şansı bizə verib. Allah bizə hörmətlə yanaşıb, deyir ki, sən özünü necə təqdim eləsən, mən də bir illik qədəri o cür təyin eləyəcəm. Biz gedək, bütün əməllərimizi unudaq, ixlası aradan aparan məsələlərdən də biri yaxşı əməlləri xatırlamaqdır. Ona görə bizə deyiblər, yaxşı əməllərinizi tez unudun. İnsan yaxşı əməllərini düşündükcə üzb yaranır. Mən filan ziyarətə getdim, o qədər özlüyümdə düşünürəm, möhtəşəm getdim filan. Deyirlər, unut. Səlman Həzrət Əmr əleyhissalam deyir, orada soruşsalar, nənəli boş gəlmişəm. Hansı iddiadayıq biz? Ona görə və məsumlar bu işdə özləri belə çox müğayət olublar. İxlas məsələsində ki, Həzrət Əmr əleyhissalamdan dedik ki, ağıllı insanların xüsusiyyəti budur ki, ixlas məsələsində yarışarlar. Niyə ağıllı insanları deyir? Çünki ağlı olan insan ticarətdə nə edir? Malı kim bahasını alsa ona satır. Kim yaxşı müştəridirsə, malımızı biz ona satırıq da. Allah deyir, məndən yaxşı müştəri. Ən bahasına mən alıram da. Quranda da deyir, can narvıza da, mallarvızı da ən yaxşı müştəri mənəm. Məndən bahalan yoxdur ki bunu. O zaman ağıl sahibiyiksə biz niyə ucuzuna sataq? Bir təşəkkürə, bir çox suala, bir əhsənə niyə sataq ki bu əməllərimizi? Aləmlərin Rəbbi bizə təşəkkür eləyəcək. İmam-ı Zaman bizə təşəkkür eləyəcək. Ona görə müğayət olaq da bu əməllərdən. Həzrət Əmr əleyhissalamın həyatında məhşur da hamının eşitdiyi hadisədir. Döyüşlərin birində Əmr ibn Əbdəbidlə döyüşü. Həzrət Əmr əleyhissalamın həyatı ixlas üzərində qurulub. Yaşayışı, ruhi, mənəviyyatı ixlas üzərində qurulub. O döyüşə evindən niyyət edib çıxanda ixlasla çıxıb. Hər qədəmini ixlasla atıb. Amma bir an orada Həzrət müğayət olur. Elə ki, əmri yıxıb, əmr ehtiramsızlıq eləyir Həzrətə qarşı.
Həzrət Əmr əleyhissalam deyirlər, durdu, başladı orada var gəl eləməyə. Ya Əli, əmri yıxmısan ha, bu fürsət elə düşmür, kəs başını öldür. Olmaz. Əmr ibn Əbdəbidin özünü maraq götürür. Deyir, niyə mən yıxmışdın, kəsmədin başımı? Dedi, həmin vaxt qorxdum, ehtiyat elədim. Mən qarışa bilər məsələyə. O qəzəbim, o kinim qarışa bilər Allah rızayətinin içinə. Ona görə də çox müğayət olmağı bizə tövsiyə ediblər bu cür məsələlərdə ki, insan çalışsın, həmin məsələlərdə o ixlasından müğayət olsun ki, bu ilahi sirridir və ilahi sirdə yenə dediyimiz kimi çalışmaqla əldə olunmur. Allah bu lütfü verə bilir insanlara. Yalnız və yalnız dua. Yalnız və yalnız dua. Mən sözümü əziz Peyğəmbərimizin xutbə-i Şəbaniyyəsi ilə tamam eləmək istəyərdim. Məşhur xutbədir. Əziz Peyğəmbərimiz Şaban ayının sonuncu cüməsində müsəlmanlara bir xutbə oxudu. Orada bir söz deyir əziz Peyğəmbərimiz. Deyir ki, bu günlərdə pak qəlblə və xalis niyyətlə Allahdan istəyin ki, sizi bu ayda oruç tutmağa, Quran oxumağa, ibadət eləməyə, namaz qılmağa müvəffəq eləsin. Yəni, şərt nəyə bağlayıb? O xalis niyyətə. Ona görə də bu müqəddəs ayda fürsət bilək deyək ki, Allah, bir ömür mən yaşadım, əməllərimi də zayi elədim, həyatımı da zayi elədim. Hər yaxşı işdə görmüşdümsə, onlara hər dəfə bir nələrsə qatdım, qatqı ilə zayi elədim. Amma indi mən səndən bu ayda istəyirəm ki, əlimdən tutasan. O, sənin sirlərindən də ixlas, o sirrindən olan ixlasdan bir az bizə daddırasan, o zaman biz dadandan sonra görəcəyik ki, insan ümumiyyətlə başqası üçün iş görməz. Əgər dada bilsək, niyə ariflərin həyatında baxırıq, görürük ki, gizli həyatı seçiblər, tanınmamağı cəmiyyətdə seçiblər. Çünki çox ehtiyat eləyiblər ki, burada təhlükə var. Təhlükə var, dadıblar o ixlası. İnşallah Allah bizə də bu ayda, bu ayın lütfi, kərəmi, ziyafətullahdır da, qonaq gəlmişiksə, haqqımız var Allahdan, deyək ki, Allah qonaq gəlmişik, istəyirik bir pay verəsən bizə. Payımız da bunu istəyirik səndən ki, bizə bir az o ixlası daddırasan ki, şirinliyin dadandan sonra da biz o acı xülyaların eşqinə düşməyək. Amin Hacı. Allah sivar eləsin. Çox sağ olun. Allah bizi o ixlas şərbətindən dadanlardan qərar versin inşallah. Amin inşallah. Hacı, bir gözəl dua istəyəcəm sizdən. Çünki bizi izləyənlərin də, hər birimizin elə bizlərin də, burada əyləşənlərin də bir qəlbində müşkilləri var. Xüsusən mübarək aydır, mübarək günlərdir. Bir gözəl dua eləyərdiniz inşallah, zəhmət olmasa. Əlbəttə, dua eləyən mühüm deyil. Hədislərdə keçir, amin deyənlər çox mühümdür. Biz dua eləyərik sizin aminlərinizin hesabına inşallah. Allah bu duaları qəbul eləyər. Bu müqəddəs ayda ilk duamız budur. Allah Həzrət Hüccəti yerin göyün bəlasından amanda saxlasın. Allah o nazənin qəlbi bizlərdən razı qərar versin. O nazənin vücudun dualarını bizlərə şamil eləsin. O ağanın, zuhurun təcil eləsin. Bəşər xilası ondan asılıdır. Allah İmam-ı Zamanın zuhurunu təcil eləsin inşallah. Allahdan istəyək ki, bu ayın ehtiramına ixlasımızı artırsın. Allah bizləri öz dini İslamısında sabit qədəm qərar versin. Allah aqibətimizi, sonluğumuz çox mühümdür. Allah sonluğumuzu xeyirli qərar versin inşallah. Allahdan təmənnamız budur ki, Allah mütəal xalqımızı, ölkəmizi, bütün İslam ümmətini yerin göyün bəlalarından amanda saxlasın. Allah dünyasını dəyişən haqq sahiblərimiz, alimlərimiz, ustadlarımız, valideynlərimiz, xüsusilə şəhidlərimiz, İslam şəhidləri, vətən şəhidləri ki, boynumuzda böyük haqq qoyublar. Allah şəhidlərimizi, şəhidlər sərvəri Əbu Abdullah Hüseyn əleyhissalamla məşhur eləsin. Allah bütün yaralı qazilərimizə, bütün xəstələrimizə, o insanlar ki, bizlərdən dua istəyiblər bu müqəddəs ayda. Allah bu ayın ehtiramına acil şifalar kərəm eləsin onlara. Allaha and verək izzətinə, cəlalına, müminlərin, müsəlmanların izzətin günə-gün artırsın, vəhdətin günə-gün artırsın. Bizi izləyən əzizlərimiz, burada əyləşən əzizlərim, qəlblərində nə hacətləri var, nə müşkilləri varsa, inşallah müqəddəs ay ehtiramına Allah
hər birinin hacətlərini tezliklə rəva eləsin, müşkillərini həll eləsin inşallah. İlahi, Allah aqibət axirətimizi xeyirli qərar versin İlahi, inşallah. Amin deyirik bütün dualara. Hacı Allah razı olsun. Təşəkkür eləyirik. Allah Öz adımdan sizlərdən razı ona olsun. doğru proqramının kollektivi adından hər birinizə təşəkkürümüzü bildiririk. Allah razı olsun gəlməklə. Zinət qatdınız proqrama. Çox sağ olun. Biz sizə bildirirəm. təşəkkür edirik bu fürsəti yaratdığınıza görə. Bütün kollektivə, rəhbərliyin həm hər birinə öz təşəkkürümüzü bildiririk. Allah razı olsun. Xüsusilə də əziz, dəyərli qardaşlarıma, məclisə doğrudan da çox böyük dəyər qatdılar. Hər birinə Allahdan müvəffəqiyyət arzu edirəm. Allah razı olsun.